Sait birləşmələrinin ikinci hissəsi və C və G ilə başlayan cümlələr. Deməli, birinci biz başlayırıq, təbii ki, C-dən. C və özündən sonra hər hansısa bir saitdən, samitdən, hər nə gələrsə gəlsin, ondan sonra verdiyi səs nə kimi çıxarılır. C-dən sonra əgər E, I, Y gələrsə, S səsini verir. Misal olaraq, S, I, T, Y, city, C, I, T, yəni, C, N, T, cent, C, Y, B, L, cyber. Bizim Y ilə işimiz yoxdur. C, S, cyber. Sonra, C üzərində A, O, U gəlirsə, K səsini verir. Cat, coal, and cucumber. Pişik, soyuq, xiyar. Follow for more.